9-cu sinif buraxılış məchul növə baxırıq. Məchul növə nə deyirlər? Passive voice. Necə düzəlir? Ümumi quruluşu to be üstəgəl past participle, yəni feilin 3-cü forması və yaxud da biz buna nə deyirik? Participle to Azərbaycan dilində keçmiş zaman feil sifəti və yaxud da feil sifət 2 adlanır. Ümumi quruluşu budur. Bu to be bizim dəyişəcəyimiz hissə zamanlara uyğun olaraq to be'nin bu birinci hissəsi olacaq. Yəni quruluşun birinci hissəsini dəyişəcəyik zamanlara uyğun olaraq. Yəni əgər sadə zamanlardırsa to be'nin sadə zaman formalarından istifadə edəcəyik. İndiki sadə zamanda am, is, are, keçmiş sadə zamanda deməli was, were, gələcək sadə zamanda isə will be, shall be olacaq. Amma davam edici zaman formalarında to be bunun qabağına biz bir dənə də to be əlavə eləyib bu hissəni ing kimi verəcəyik. Yəni müvafiq zaman formasına uyğun, yəni ki, indiki davam edici zamanda olacaq əmizar üstəgəl being, üstəgəl feil sifət 2, keçmişdə was, were üstəgəl being, üstəgəl feil sifət 2, gələcək sadə zamanda isə davam edici zamanda isə will be, shall be, üstəgəl being, üstəgəl feil sifət 2. Feili bitmiş zaman formalarında necə olacaq? Bitmiş zaman formaları quruluşu necədir? To have, has, üstəgəl feil sifət 2. Deməli, biz bunun başına to be'nin yerinə əvəz eləyəcəyik have, has-lə. Yəni, bu hissədə olacaq. Have və yaxud da has, keçmiş zamanda had, gələcək zamanda will have, shall have, üstəgəl feil sifət 2 been, to be'nin feil sifət 2 forması been və yenidən feil sifət 2. Bu qədər, yəni quruluş bu cürdür, sadədir, riyaziyyat kimi forması var. İndi testləri izah eləyəndə də daha ətraflı məlumat verəcəyəm. Okay, indi deyir ki, correct, düzgün, məchul növü seçin aşağıdakı cümləni. Aşağıdakı cümlədə uşaqlar biz məlum növdədir. Məlum növdən məchul növə çevirməkdən ötürü nə edirik? Cümlənin tamamlığını tapırıq. Tamamlığı eləyirik mübtəda və sonra cümlənin zamanına fikir veririk, hansı zamandır. Ona uyğun da bayaqki dediyim o to be üstəgəl feil sifət 2 formasından istifadə eləyirik. Yəni feilimizi tapırıq. Feilimiz olacaq qaydalı feildirsə id şəkilçisi ilə ed əlavə olunacaq. Qaydasız feildirsə kökündən dəyişəcək. Və tamamlığımız dedik ki, mübtəda olacaq. İndi baxaq, cümləmiz hansı zamandadır? İndiki sadə zamandadır. Tamamlığımız gəlir bizim mübtəda. Hamısında görürük ki, cümləni tamamlığı mübtəda kimi veriblər. Və sonra nə gəlməlidir? To be gəlməlidir. To be hansı zamanda? İndiki sadə zamanda. Baxırıq burada to be gəlməyib. A-nı çıxdıq. B-də keçmiş verib. C-də verib indiki sadə zamanda, bir də Y-də verib. Amma bizdə Y-də bin verib. Bizim feilimiz deməli elekt feilidir və dedik ki, feilin sonuna id əlavə olunur. Cavabımız C variantı. Sonra aşağıda yenə də cümlə verib və onu deyir ki, I'm sorry uşaqlar, yorğunam, gecə saat neçədir, ona qalım. Neysə, tamamlığa fikir veririk, tamamlıq gəlib mübtəda olacaq. Tamamlığın mübtəda olduğu bizdə A, B və Y variantları var. Hansı zamandadır? İndiki sadə zamandadır. İndiki sadə zamandadırsa to be mütləq olmalıdır, düzdür. To be məchul növdürsə to be olmalıdır da. Baxırıq ki, to be gələn hansıdır? B və Y variantında. Y variantına görə olmur, çünki indiki sadə zamanın əmizardır. Burada isə keçmiş sadə zaman. Cavabımız B variantı. Görürsünüz, heç cümləni axıra kimi oxumağa ehtiyac yoxdur. Yəni, mənasını anlamağa ehtiyac yoxdur. Biz qaydaları bilək,
Deməli, yenə cümləmiz indiki sadə zamandadır. Less computers. Biz tamamlığımızı tapırıq. Deməli, computer mübtəda funksiyasına gələcək və indiki sadə zamanda da to be məchul növdə to be-nin forması əmizar olmalıdır və computer cəmdə olduğuna görə hansı forma olacaq? Are forması. A variantı düzdür uşaqlar. Çünki computer tamamlıq mübtəda funksiyasındadır. To be-nin are forması, feilin qaydalı feildir, sonunda D forması və kimlər tərəfindən icra olunub onu göstərirsə by our, yəni uşaqlar tərəfindən. B-də səhv nədir? B-də o səhv odur ki, burada to be-ni ümumiyyətcə verməyiblər. Məchul növdə mütləq to be olmalıdır. C-də səhv nədir? C-də də bitmiş zaman formasını istifadə ediblər və ümumiyyətcə burada məchul növ yoxdur. Bu C ona görə səhvdir. D-dəki səhv odur ki, uşaqlar keçmiş zaman burada veriblər. Biz isə cümləmiz indiki sadə zamandadır. Y-də uşaqlar to be-ni veriblər. Amma gətirib burada been istifadə ediblər. Belə bir məchul növ formamız yoxdur. Okay? Y-də ona görə səhvdir. 4-ə baxırıq. Yenə də some new projects bizim tamamlığımızdır. Tamamlığı gətiririk, eləyirik mübtəda. Burada deməli hansıdır bizdə? B variantı və B, D, Y uyğun gəlir. Və sonra gəlir, baxırıq zamanımıza. Zamanımız hansıdır? Keçmiş sadə zamandır. Keçmiş sadə zamanın məchulu necə olurdu? Bayaq dedik. To be istəgəl, to be-nin keçmiş zaman formalarıdır. Was, were, üstəgəl feili sifət 2. Baxaq, some projects cəmdədir. Ona görə də biz were formasını istifadə edəcəyik. Bu da bizdə B və D variantında var. Keçmiş were. Bəs sonra nə gəlməlidir? Dedik, feil özünün 3-cü zaman formasında. Yəni biz dedik ki, been yox, dərhal to be-dən sonra feil gəlməlidir. Okay? Bu da D variantında var. 5-ə baxırıq. Deməli, his suitcase. Burada mübtəda formasının bu olacaq. Zamanımız hansıdır? Keçmiş sadə zaman. Keçmiş sadənin məchulu necədir? Was, were. Üstəgəl feil sifəti feilimizi, yəni stole feilini 3-cü formada qaydası feildir. Stolen kimi verəcəyik. Və mübtədamız təkdədir. Ona görə də biz keçmiş zamanda was istifadə edəcəyik. Cavabımız elə A-dır, görürük. Was stolen a few days ago. Okay. B-də problem nədir? B-ni bitmiş zamanda verib, heç məchulluq yoxdur. Gedək öbürlərə baxaq. C-də mübtəda dedik ki, tamamlıq mübtəda funksiyasına gəlməlidir. Burada isə was, sonra been-i veriblər. Dəxli yoxdur, been olmalı deyil. Y variantında isə uşaqlar indiki sadə zamanda veriblər, amma zamanımız keçmiş idi. 6-ya baxırıq. Ver istəsən. Aha. Okay. Deməli, uşaqlar, gəlirik bura. Biz baxırıq, yenə tamamlığımızı axtarırıq. Ən tamamlıq olanlara B, C, D, Y-dir. Keçmiş zaman formamız keçmiş sadə zamandır. 3-cü versiya write feili written olmalıdır. Və sonra mübtədadan sonra nə gəlməlidir? Keçmiş sadə zamanda was və yaxud da were. Düzdür. Amma mübtədamız təkdə olduğuna görə biz deməli, yox, bu yox. Burada been var. Və Y variantını seçirik. Feilimi dərhal, to be-dən sonra dərhal feil 3-cü formada. Okay. Görürsünüz, asandır. Yəni, qaydanı bilsək, yenə baxaq. Beautiful pictures bizim mübtədamız olacaq. Okay. Y variantını dərhal çıxırıq. Hansı zamandadır uşaqlar? Keçmiş zamanda, keçmiş sadə zamandadır. Feilimizə baxırıq. Feilimizin 3-cü formasını dərhal tapırıq. Çünki məchul növdə mütləq feilin 3-cü forması olmalıdır. Bu, ona görə də qaydası feilləri əzbərləyirsiniz mütləq. Və drawn'dur və ondan sonra uşaqlar to be üstəgəl bu feil gəlməlidir. To be də hansı olacaq? Beautiful pictures cəmdə olduğuna görə to be-nin were forması olmalıdır. Cavabımız B variantı. Digərlərində isə indiki zamanda verilib. Burada isə məchul növdür. Yoxdur.
8. Hə, voşum, deməli, burada David cümlə mübtədası olacaq. Zamanımız nədir? İndiki sadə zaman və bizə nə lazımdır? Davidlə uzlaşan to be. Bu da C variantında var, digərlərində yoxdur. David, okay. Aha. Və 9-da da yenə the boy feeds the birds in the park every day. Burada mübtəda deməli the boydur, tamamlıq lazımdır bizə the birds. Zaman isə indiki sadə zamandadır. Deməli biz elə bir belə tapacağıq. Uşaqlar, bu asan variantdır. Tamamlığı yazırıq. Tamamlıq buradadır. Sonra isə indiki sadə zamanda to be fe'llər zaman formaları the birds are olacaq. The birds are feedin deməli fe'l sifət 2 forması bu olacaq. Are fed. Belə bir variant axtarmalıyıq. The birds are fed in the park every day. B variantı. Onda isə deməli the company exported a lot of cotton. Burada tamamlıq a lot of cotton. Aha, exported xəbərdir və keçmiş sadə zamandadır. Və bunun deməli düzəlməsi necə olacaq? Keçmiş sadə zamanda was, were, fe'l sifət 2 olmalıdır. Burada deməli a lot of cotton sayılmayan isimdir və xəbəri təkdə tələb elədiyinə görə was. A lot of cotton was exported. Belə olacaq. Biz indi elə bir variant axtarırıq və zaman zərfi də last year'dir. A lot of cotton was exported last year. B variantı bizə lazım olan. Bəli. Və 11-ci test. The hunters caught the bear. Deməli, ayı burada tamamlıqdır və zaman isə keçmiş sadə zamandır. The bear təkdə olduğuna görə deməli was olacaq keçmiş sadə zamanda. Was caught. Bunun 3-cü forması da, fe'l sifət 2 forması da belədir. Deməli biz belə bir cümlə axtarırıq. The bear was caught. Aha, baxın. Burada da icraçı by the hunters in the forest. Bəli, B variantı. 12 deməli bəli, doğrudur. Sophie taught economics tamamlıq təkdədir. Bilirsiniz ki, elm adları, fənn adları sayılmayan isimlərdir. Keçmiş sadə zamanda yenə işlənib zaman. Yenə was olacaq. Və fe'l sifəti 2 forması da yenə taught. Economics was taught. Belə olacaq. Economics was taught. Baxın, Y variantı. 13. He drinks a cup of coffee. A cup of coffee tamamlıqdır və cümlə indiki sadə zamandadır. İndiki sadə zamanda to be'nin formaları əmizar və fe'l sifət 2 istifadə olacaq. A cup of coffee deməli təkdədir. Bir fincan coffee deməkdir. Ona görə is istifadə olunacaq. Və drink fe'linin drink fe'linin 3-cü forması nədir? 3-cü forması drank, drunk. Is drunk. Və belə olacaq. Deməli, a cup of coffee is drunk. Belə bir variant axtarmalıyıq. Bəli. Budur. Aha. Qutarıb ki. Don't taşıyır. Ha, yox, qutarmıyıb. Aha. Yenə tamamlıq the notes və bir dəqiqə rəngi dəyişir. The notes'dur. Yenə cümlə deməli keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda was, were olacaq. Notes cəmdə olduğuna görə biz burada were işlədirik. Left fe'li elə 3-cü formada da
left'dir. Deməli cümlə olmalıdır. The notes were left. The notes were left. Yəni Y variantı. 15. They will change the decision. Tamamlıq. The decision tamamlıqdır. Cümlə gələcək sadə zamanda verilib. Gələcək sadə zamanın to be'si will be'dir. Change feili isə sadə, yəni qaydalı feil olduğuna görə will be changed. Cümləmiz olmalıdır. The decision will be changed. Yəni C variantı. Və 16-cı test. Her message informed me. Me deməli obyekt əvəzliyidir. Hansı şəxs əvəzliyinin obyekt əvəzliyidir? Bilirsiniz ki, uşaqlar, obyekt əvəzliklərini biz mübtəda yerində işlədə bilmərik. Onları biz şəxs əvəzlikləri ilə əvəz edəcəyik. Me şəxs əvəzliyi olacaq I, yəni mən. Aha, informed baxırıq ki, keçmiş sadə zamandadır. I was qaydalı feildir. Üçüncü forması da informed. Biz belə bir variant axtaracağıq. I was informed, yəni D variantı. They sell all sorts of paper. Bizim tamamlığımız all sorts of paper'dır və uşaqlar diqqət edirik ki, biz bu cür ifadələrdə, oflu ifadələrdə ofdan əvvəlki ilə xəbəri uzlaşdırırıq. Yəni all sorts cəmdə olduğuna görə və cümlə də indiki sadə zamanda olduğuna görə biz to be'nin indiki formasını, yəni are istifadə edəcəyik burada. All sorts of paper are sell feilinin üçüncü forması solddur. Biz belə bir cümlə axtaracağıq. All sorts of paper are sold. Bəli, A variantı. Və 18. She put some pieces of cake. Bəli, tamamlıq some pieces of cake'dir. Yenə uşaqlar oflu ifadədir. Ofdan əvvəlki sözlə görürsünüz ki, cəmdədir. Biz deməli xəbəri uzlaşdıracağıq və cümlə baxırıq ki, keçmiş sadə zamandadır. Nədən bilirik uşaqlar bu keçmiş sadə zamandadır? Put feilində s yoxdur. She puts olsaydı bu indiki sadə zamanda olardı. Amma o olmadığına görə put feili 3 formanın üçündə də putdur. Put, put, put. Ona görə də aha, gəlirim. Bəli. Ona görə də keçmiş sadə zamanda olduğuna görə some pieces of cake were put. Bəli, atdım. Aha, deməli cümlə necə olacaq? Some pieces of cake were put. Belə bir cümlə axtarmalıyıq və bu A variantındadır. He read a few, bax yenə də read keçmiş zamandadır. İndiki zamanda olsaydı reads olardı. Deməli he reads a few articles tamamlıq. A few articles tamamlıqdır. Deməli cümlə necə olacaq? A few articles keçmiş zamanda were. Read feili hər üç formada da bu cür yazılır. Biz belə bir cümlə axtarırıq. A few articles were read. Aha, və D variantı. 20-ci test. Choose a correct passive voice. Aha. They planted the fields. The fields tamamlıqdır. Xəbər keçmiş sadə zamandadır. Fields cəmdə olduğuna görə were. Üçüncü formada bilirsiniz ki, qaydalı feillər idi qəbul edirlər. Olacaq the fields were planted. Biz belə bir cümlə axtaracağıq. Yəni B variantı. The scientists discovered new facts. Bu tamamlıqdır və cəmdədir. Keçmiş sadə zamanda verilib xəbər. Deməli, biz keçmiş sadə zamanda were istifadə edəcəyik. Were. New facts were. Qaydalı feil olduğuna görə üçüncü forması da discovered olacaq. Biz belə bir cümlə axtarırıq. New facts were discovered.
Bəli, D variantı. Neçə səhifə? We looked through all the advertisements very attentively. Deməli, all the advertisements bizim tamamlığımız. Onu qoyacaq birinci yerdə. Sonra gəlməlidir bizdə nə? Keçmiş sadə zamandır. Gəlməlidir bizdə bu cəmdə olduğuna görə were və feilimiz qaydalı feildir. Olmalıdır belə looked. Görək bu forma harda var? Yəni all the advertisements were looked. All the advertisements were looked. B variantında var. C-yə baxırıq. 23-ə baxırıq. The whole. The whole gəlməlidir və sonra zamanımız indiki sadə zamandır. Ona görə də indiki sadə zamanda məchul növdə biz to be istifadə edirik. Ümumiyyətlə məchul növ to be deyir. Vallahi heç nə elə bu qədər məlumat bəsdir. Sonra gəlməlidir to be is, çünki mübtədamız təkdədir. The whole is. Qaydalı feildir, olmalıdır. Decorated feilin sonunda. Görək bu forma hardadır? C variantında. Burada bin olmamalıdır. Sonra gəlirik 24-ə. Görürsünüz bu qədər sadə. This house. This house olmalıdır və keçmiş zamanı. Keçmiş sadə zamandadır. Keçmiş zamanda was were. Mübtədamız təkdədir was və feilimiz elə bought olacaq. Çünki üçüncü formada bought. This house was bought. Görək hardadır? C-dədir. Nə deyirsən? 25-ə baxırıq uşaqlar. Deməli, burada the books, deməli tamamlığımız mübtəda olur və sonra gəlir books cəmdə olduğuna görə keçmiş zaman o deməli take feilinin də keçmiş zamanı üçüncü forması taken. Görək bu forma harda var? Keçmiş sadə olduğuna görə were qoyduq, çünki mübtədamız cəmdədir. The books were taken. Görək hardadır? Y variantında. Sonra the town tamamlığı tapırıq dərhal. Keçmiş sadə zamandadır. Tamamlıq mübtəda olur və təkdədir və was olacaq. Damaged. The town was damaged. Görək hardadır? D variantında. Sonra gəlirik bura. Yenə də all the windows mübtəda cəmdə, keçmiş sadə zamanda, ona görə də keçmiş sadə zamanda were olacaq, mübtədamız cəmdə olduğuna görə və feilimiz də ilə clean feili. All the windows were cleaned. Görək bu hardadır? Y variantında. A variantında bin olmalı deyil də. Yəni dərhal to be-dən sonra feil gəlməlidir. Sonra the building yenə də mübtədamız olacaq. Sonra keçmiş sadə zamandadır. Zamana baxıram. Building təkdə olduğuna görə was olacaq və feilimiz də bu. The building was destroyed. Görək burada hardadır? A variantında. 29-a baxırıq. Yenə a huge plant təkdədir və keçmiş sadə zamandadır. Mübtəda təkdə olduğuna görə was və feilimiz də elə built feili. A huge plant was built. Görək hardadır? Y variantı. Hə. Elə soruşdu. All the floor deməli biz keçmiş mübtədamız all the flower, floor deyil, flower. Sayılmayan isimdir və xəbərimiz keçmiş sadə zamandadır. Biz sayılmayan isim was və xəbərimiz elə used, keçmişdə belə qalır, qaydalı feildir. All the flour was used up. B variantı. All the money sayılmayan isimdir. Keçmiş sadə zamanda was spent. All my money was spent. Y variantı. All the wood yenə sayılmayan isimdir və xəbərimiz keçmiş sadə zaman. Was sayılmayan isimdən was. All the wood was cut. D variantı. Görürsünüz bu qədər sadə. Passive voice çox sadədir. İndi isə axır ki, gələcək zaman. His invitation gələcək zamanda olacaq. Will be və feilimiz qaydalı feildə accepted. His invitation will be accepted. C variantı. Yox, uşaqlar, C variantı. Burada they var da. They by them. Y variantı. Onlar tərəfindən. C variantında
Dayan. Uşaqlar, I'm sorry yenə də C variantı. Çünki fe'l accepted by them. Okay. Və sonra deməli all the articles все да. All the articles mübtədamız cəmdədir və keçmiş sadə zaman. Nədən bilirəm? Çünki indiki sadə zaman olsaydı, fe'lin sonunda s olardı. Ancaq keçmişdə olduğuna görə read fe'lin forması və bizdə keçmiş sadə zamanda were olacaq və read. O fe'l olduğu kimi qalacaq. All the articles were read. D variantı. An article. Bu niyə belə oldu? An article olacaq. Keçmiş sadə zaman mübtədamız təkli olduğuna görə was written. Qaydasız fe'l. An article was written. C variantı. An important decision. Keçmiş sadə zaman mübtədamız təkdə was made. An important decision was made. Görək hardadır? Y variantı. She drinks a cup of juice. A cup of juice nə vaxt içir? Deməli, hər səhər içir. Sadə, indiki sadə zamandır. Sayın bir stəkan, bir fincan was. I'm sorry. Is olacaq. İndiki sadə zaman is. Mübtədamız təkdə olduğuna görə is drunk. Cavabımız nədir? D variantı. Sonra yenə də a lot of flowers cəmdə və keçmiş sadə zamanda cəmdə olduğuna görə were və fe'limiz bu. A lot of flowers were bought. Cavabımız B variantı. Deməli uşaqlar, sonra gəlir bura an interesting message. Bura baxırıq. Bu ilə başlayacaq cümləmiz və keçmiş sadə zamandadır. Nədən bilirəm? Çünki mübtədamız təkdir və indiki sadə zamanda olsaydı s olmalıydı fe'lin sonunda. Belə bir şey yoxdur. Ona görə də keçmiş sadə zaman və mübtədamız təkdə olduğuna görə an interesting, yəni message was read. Görək bu harda var? D variantında. Colorful flowers. Colorful flowers mübtədamız olacaq. Keçmiş sadə zaman mübtədamız cəmdə olduğuna görə were və fe'limiz üçüncü formada qaydasız fe'ldir. Her colorful flowers were given to her by me. D variantı. Me cümlənin mübtədası olanda olacaq I, me'lər, yəni gəlir şəxs əvəzliyi kimi cümlənin mübtədası olmaqdan ötürü I olur. Invites fe'limiz deməli fe'l hansı zamandadır? İndiki sadə zamandadır. I am deməli və qaydalı fe'ldə I am invited. I am invited. I am invited. C variantı. Some laws, bəzi qanunlar, keçmiş sadə zamanda qanunlar cəmdədir, were changed və qaydalı fe'ldir. Some laws were changed. Görək onu axtaraq. Y variantı. İndi burada uşaqlar, bizdə mübtəda budur, tamamlıq budur. Vanilla ice cream tamamlığımızdır və gətirib onu sualla eləyəcəyik. Yəni birinci sual cümləsi olduğuna görə, xüsusi sual cümləsi olduğuna görə birinci bu olacaq. Keçmiş indiki sadə zamandadır. Do you make? İndiki sadə zamanda deməli necə düzəlir? To be-nin indiki zaman formaları və fe'l sifət 2. Vanilla ice cream salmayan isim olduğuna görə indiki sadə zamanda to be-nin is formasını tələb eləyir. Mütləq xüsusi fe'l, xüsusi sual cümləsində birinci sual sözü, sonra köməkçi fe'l, daha sonra isə bizim mübtədamız, yəni how is vanilla ice cream və fe'limiz üçüncü formada made.
Görək bu harda var. How is vanilla ice cream made? B variantındadır. Okay. Burada 1000 artıqdır. Sonra indi isə burada uşaqlar deyir ki, düzgün məchul növdə düzgün cümləni seçin. Bizdə nə lazım idi məchul növ üçün? To be üstəgəl fe'li sifət 2. A variantında burada mübtədadan sonra yəni to be olmalıdır. Gördük ki, yoxdur. Bu getdi. İkincidə də mübtədadan sonra belə bir şey yoxdur, getdi. Burada da mübtədadan sonra to be görmürük. Be elə bir şey yoxdur. Burada isə baxıraq mübtəda sonra gəlir to be və fe'l 3-cü formada. Deməli cavabımız D variantıdır. Y variantında da cake mübtədadan sonra to be görmürük. Ona görə də bunu çıxartdıq. Yenə də gəldik bura. Mübtədadan sonra to be axtarırıq. Yoxdur, getdi. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be varmı? Yoxdur, getdi. Mübtədadan sonra to be yoxdur. Qalır bizə Y variantı. Mübtədadan sonra to be var. 46-ya baxırıq. Mübtədadan sonra to be yoxdur, getdi. Görürsünüz necə asandır. Mübtədadan sonra görürük ki, to be var, okey. Və sonra fe'limiz 3-cü formada var. Heç görürsünüz cümləni oxumuram. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be gəlir, amma fe'lin 3-cü forması gəlmir. Sifət gəlir. Bizə fe'l lazımdır to be'dən sonra. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be gəlib. Fe'limiz də 3-cü formadadır. Cavabımız B variantı. Burada baxaq. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be yoxdur, getdi. Mübtədadan sonra to be gəlib, amma fe'li 3-cü formada verməyib. 3-cü formada olsaydı belə olacaqdı. Sonra mübtəda və sonra fe'li 3-cü forması, to be və fe'lin 3-cü forması. Cavab A variantı. Burada mübtədadan sonra to be gəlməyib, getdi. Mübtədadan sonra to be gəlməyib, getdi. Mübtədadan sonra to be gəlib, amma to be'dən sonra fe'l gəlməyib, getdi. Burada isə mübtəda budur, bu boydası və to be gəlibmi? Xeyr, gəlməyib, getdi. 9-a baxırıq. Mübtəda özünə sonra to be-ni gətirib, amma to be'dən sonra nə gəlməyib? Fe'l gəlməyib, getdi. Mübtəda özünə sonra to be gətirməyib, getdi. Mübtədadan sonra to be gəlməyib, getdi. Mübtədadan sonra to be gəlib, fe'l 3-cü formada, okey. Əla, super, D variantı. Mübtədadan sonra to be gəlibmi? Xeyr, getdi. Yenə də bura baxıram. Mübtədamız to be gəlib və fe'l 3-cü formada, okey, bu düzdür. Baxıram. Mübtədadan sonra to be gəlibmi? Xeyr, getdi. Mübtədadan sonra to be gəlibmi? Xeyr, getdi. Mübtədadan sonra to be yoxdur. Burada da yoxdur. Getdik. Bu qədər sadə uşaqlar. Heç cümlələri oxumuram. Yəni vaxt sərf eləyib cümlələri oxuyub özümü yormuram. Burada da cümləni düzgün nəyə çeviririk? Passivə. English mübtədamız olacaq və fe'l nə hansı zamandadır? İndiki sadə. English fən adları indiki zamanda is. Simon isimdir və fe'limiz 3-cü formada taught. English is taught. Görək hardadır? Y variantında. Money Simon isim. Keçmiş sadə zamanda was. Fe'l keçmiş sadədədir və qaydalı fe'ldir. Money was bored. Görək hardadır? Money was bored. D variantı. Y də ola bilərdi, amma kimdən alıblar? From me. Məndən. Burada diqqətli olaq. Burada them yox, from me. Sonra her olacaq mübtəda funksiyasında she. Gələcək zamandır fe'limiz. Gələcək zamanda to be'nin forması will be. Qaydalı fe'ldir invited. She will be invited. Cavabımız B variantı. Sonra the book mübtəda olacaq və fe'l gələcək zamandadır. Olacaq will be. Qaydalı fe'ldir published. The book will be published. Görək hardadır? The book will be published. Ardıcıllıq yəni belə olacaq. The book will be
Will published yok. Will be published. C variantı. Sonra sandwich. Ondan sonra fe'l qaydalı keçmiş sadə zamandadır və sandwich sayılmayan isim was. Eat fe'linin də üçüncü forması eaten. Sandwich was eaten. Görək hardadır? Y variantında. My gloves deməli cəmdədir. Mübtəda cəmdə, fe'l keçmiş sadədə were olacaq mübtəda cəmdə olduğuna görə və fe'l ilə lost fe'li. My gloves were lost. Ay. Sonra bananas. Bananas uşaqlar cəmdədir və keçmiş sadə zaman fe'l və keçmiş sadə zamanda banana cəmdə olduğuna görə were qaydalı fe'ldir. Bananas were picked. Bananas were picked D variantı. Sonra bu suala deyir, cavabı düzgün şeydə verin, düzgün məchul növdə. Play mübtəda olacaq və diddən bilirik ki, bu keçmiş sadə zamandır. Yes, the play was keçmiş sadə zamanda mübtəda təkdə olduğuna the play was qaydalı fe'ldir. Criticized. The play was D variantı. The flight buna da eyni şeylə keçmiş sadə zamandır. Mübtəda təkdə was. The flight was announced qaydalı fe'l. Ya yes-lə verəcək, ya no-lə verəcək. Cavabımız D variantı. Başqaları uyğun gəlmir. Isn't, weren't, görsüz, yox. Wasn't, no-lə D. Çünki ümumi sual cümləsində ya hə deyirsən, ya yox, bu da yox deyib də indi. Sonra Jack mübtəda olacaq, keçmiş sadə zamandır. Jack təkdə olduğuna görə Jack was mad. Jack was mad A variantı. Burada as artıqdır, yeri yoxdur. Sonra the things mübtəda olacaq, gələcək sadə zaman will be və fe'l qaydalı fe'ldir. The things will be packed. A variantı. Nə deyirsən Ömərə? Neyse. Deməli fe'l mübtədamız olacaq the entrance exams. Fe'limiz keçmiş sadə zamandadır. Mübtəda cəmdə olduğuna görə biz were-lə verəcəyik. Köməkçi fe'ldən xüsusi sual sözündən sonra gəlməlidir köməkçi fe'l were, sonra mübtəda when were the entrance exams və fe'l taken olacaq. When were the entrance exams taken cavabı B variantı. İndi the alarm mübtəda olacaq. Why-dan sonra gəlməlidir köməkçi fe'l. Keçmiş sadə zamanda alarm təkdə olduğuna görə was qaydalı fe'ldir. Why was the alarm raised? Why was the alarm raised D variantı. Yenə də mübtəda tamamlıq mübtəda olacaq. When kitab təkdə olduğuna görə did fe'lini was-la əvəz eləyəcəyik. When was his first book qaydalı fe'ldir published. When was his first A variantı. Yenə də the way mübtəda olacaq və did olacaq. The way təkdə olduğuna görə keçmiş sadə zamanda was, keçmiş sadə hardan olduğunu bilirəm, diddən. Was the way fe'l də üçüncü formada shown. Was the way shown C variantı. Fatih'in hazırlığına gelir. İngiliz.
Uşaqlar, burada to the policeman. Burada biraz diqqətli olaq. Məsələ nədir? Əgər belə şeylərə keçdik, bu zəhlə tökən hissələr, bu hissələr. Deməli, cümlədə 2 dənə mübtəda var. Bax, bir dənəsi sənə, ikinci də mən səhv eləmişəm də. Mən the way-i görmüşəm. Bu da ikinci mübtədamız, düzdür? Birinci mübtədanın çevrilməsi. Bunu əvəz eləyirik were, you, feildə shown. Were you shown the way yesterday? B variantı. Birinci mübtədaya baxaq, sonra ikinciyə keçərik. Mən dərhal ikinciyə keçdim. Cümlədə 2 dənə tamamlıq varsa, yəni biz ikisini də tamamlığa çevirə bilərik. Burada C variantı ona görə olmur ki, to the policeman hissəsi artıq idi. 66-da. What do they export to this country? Buna cavab deyir ki, onlar bu ölkəyə nə eksport edirlər, nə göndərirlər. Bizə lazımdır ki, indiki sadə zamandadır. Bizə indiki sadə zamanla lazımdır. Və feil də exported olmalıdır. Is exported. D variantı. A variantı ona görə olmur ki, uşaqlar. Burada 1000 artıqdır. Burada heç. Burada da they are exported. Yox. Cavabımız D variantıydı. Bu da keçmiş zaman olduğuna görə. Sonra deyir ki, sən burada bu zavodda nə istehsal edirsən? Bizə lazımdır ki, indiki sadə zamanda to be olsun və feilin sonunda da produced olsun. Düzdür? Axtaraq, görək. Burada keçmişdir. Burada yoxdur. Burada to be yoxdur. Burada C variantında bizdə to be də var, produce də var. Okay. Burada yoxdur. Burada da 1000 artıqdır. C variantı. Burada yenə də all the news cavabla verəcəyik. Ya deyəcəyik yes, ya deyəcəyik no. Hansı zamandadır? Keçmiş sadə zamandadır. Yes və yaxud da no ilə was, wasn't deyəcəyik. All the news wasn't və yaxud da yes, all the news was been yox. Yes, all the news A variantı. Was presented. All sorts of furniture mübtədamız cəmdədir. Sorts, yəni ofdan əvvəlkinə baxırıq. Xəbər ondan uzlaşır. Keçmiş sadə zamanda were olmalıdır. Yes-lə, no-ilə cavab verəcəyik və feil də produced. All sorts of furniture were produced və yaxud da weren't produced. B variantı. All sorts of furniture were produced. Okay. Aşağıdakı cümləni no instructions burada inkar olduğuna görə cümləni məchula çevirəndə no çevrilir anyyə mübtəda funksiyasında. No instructions. Çünki any cümlənin mübtədası ola bilməz uşaqlar. Yəqin bunu bilirsiniz. Çox nadirən belə bir halla rastlaşa bilərik, amma yəni any və onun törəmələri cümlənin mübtədası funksiyasında nadirən istifadə olunur. Yəni istənilən hər hansı bir mənasında, amma belə ola bilməz. Yəni bu cür cümlələri, yəni any ilə olan cümlələri, inkarlıq cümlələri mübtədəyə çevirəndə any-ni həmişə deməli any ilə olan tamamlığı həmişə mübtədəyə çevirəndə no onu cümləni inkar kimi başlayacağıq. No instructions keçmiş sadə zaman, mübtəda təkdə, mübtəda cəmdə, keçmiş sadə zamanda da ona görə were olacaq. No instructions were feildə given. No instructions were given. C variantı. Burada 1000 artıqdır.
Did they deliver all the furniture? Okay, təkdədir. Sayılmayan isimdir. Keçmiş sadə zaman. Diddən bilirəm. Was. Sual cümləsi də. Aha, was burada olacaq. Buradan silirəm. Was burada olacaq. Sual olduğuna görə. Was all the furniture qaydalı fe'l delivered. Was all the furniture. Y variantı. Burada binar. Yenə düzgün cümlə seçirik məchul növdə. Aha, burada müftəda bu boydadır. To be-dən sonra xəbər gəlməli idi, yoxdur. Burada isə to be-dən sonra xəbər gəlib və fe'l 3-cü formada 2-də var. Burada müftədadan sonra to be yoxdur, getdi. 4-də olacaq. Müftədadan sonra to be və fe'l 3-cü formada cavab 2, 4, Y variantı. Yenə də necəsən ay qız? Yenə məchul növ istəyir. Müftədadan sonra to be, to be-dən sonra xəbər, okey, 1, 3-cü formada. Yenə burada to be verib müftədadan sonra, amma to be-dən sonra sifət gəlib. O lazım deyil. Burada the coach the comedy awarded. Burada yox. Burada ümumiyyətcə yoxdur. Burada baxırıq, D variant 4-də də var. Müftədadan sonra to be gəlib və sonra fe'l 3-cü formada. 1, 4 cavab B variantı. Uşaqlar, iddia ediyorum Azərbaycanda məni kimi xəbər, yəni qrammatikadan çox yaxşı bilirəm, yəni mən ancaq bu xəbər mövzusunu, fe'l mövzusunu məni qədər bilən yoxdur. Yəni iddia ediyorum. Belə bir çıxmasın. Aha. Və mübtəda gəlir. Mübtədadan sonra to be gəlir. To be-dən sonra fe'l 3-cü formada. Okey, düzdür. Bu mübtəda bu boydadır. Mübtədamızı verib, ondan sonra gəlib to be. To be-dən sonra amma fe'l gəlməyib, getdi. Mübtəda gəlib, mübtədadan sonra to be gəlib, amma to be-dən sonra fe'l verməyib, getdi. Mübtəda gəlib, to be gəlib və to be-dən sonra fe'l gəlib, okey, 1, 4, Y variantı. Və fe'lə də fikir verməliyik ki, 3-cü formada. Qaydalı fe'ldirsə i'dir, qaydasızsa kökündür. Mübtəda verib, mübtədadan sonra to be verib, to be-dən sonra 3-cü forma, okey. Sonra burada mübtədanı verib, mübtədadan sonra to be yoxdur, getdi. Mübtəda verib, mübtədadan sonra və fe'l 3-cü formada, okey. Mübtəda today we use. Aha, mübtəda verib, mübtədadan sonra dərhal xəbər verib, to be-siz, getdi, bu da deyil. 1, 3, cavab D variantı. Yenə to be, okey. To be-dən sonra amma fe'l yoxdur, getdi. To be və fe'l 3-cü formada, 2. To be, fe'l 3-cü formada deyil. Bu vəbşə sifət formasındadır burada. Sifətdir yəni. To be, mübtədadan sonra to be və fe'l 3-cü formada cavab 4, 2, 4, B variantı. Aha, mübtədadan sonra to be gəlməyib, getdi. Mübtəda gəlib, to be gəlib, 3-cü forma, okey. Sonra he was given a promotion. Mübtədanı burada istifadə edib. Mübtədanı biz deyə bilərik burada Maria. Maria was given. Yenə mübtədaya sual bax bu cür verilir. Mübtəda bunun yerinə hər hansı biri Əli, Vəli, Pirvəli, Əli was given istifadə edə bilərik. Sonra to be gəlib, fe'l 3-cü forma 3 düzdür. Sonra burada sualda to be olmalıydı. Əgər məchul növdəsə sualda to be olmalıydı. To be yoxdur, 4 getdi. Burada sonra gəlməlidir xüsusi sual cümləsidir. Aha. Sonra gəlməlidir köməkçi fe'l, gələcək zamanda, mübtəda və bizə to be lazımdır. To be üstə gəl fe'l sifət 2. 5 də düzdür. 2, 3, 5. Cavabımız Y variantı. Mübtədadan sonra to be yoxdur, getdi. Burada mübtəda, sonra to be, sonra fe'l 3-cü forması var. Mübtəda,
to be üçüncü forma var. Sonra will. Aha. Sonra will be-də uşaqlar. Will be-nin passive voice bilirsiniz necə düzəlir? Sualda. Will cümlənin başına keçir, mübtədanın önünə keçir. Be isə mübtədadan sonraya qalır. Okay? Will Martin Johnson be. Aha. Sonra fe'l üçüncü formada. Okay, 4. Burada isə burada görürük ki, elə bir şey yoxdur. 2, 3, 4 D variantı. Some information. Aha, burada 2 dənə uşaqlar. Əgər belə variant veribsə, bizə belə variantdır. Deməli 2 dənə tamamlığın ikisini də istifadə edəcəyik mübtəda kimi. 1, 2, 1 ya deyəcəyik ki, sent keçmiş sadə zaman. Ya deyəcək ki, some information was sent, Salimən ismində was sent və yaxud da ikinci tamamlamamızı mübtəda eləyəcəyik. Birincisi budur. İkincisi isə zem olacaq mübtəda, yəni zeyf kimi və keçmiş sadə zamanda onun məchulu they were sent. 1. 1-2 cavabımız D variantı. Yəni hər iki tamamlığı mübtəda kimi eləyib məchul növ düzəldə bilirik. 80-ə baxırıq uşaqlar. Görək neçədən qaldı? 1, 2, 3, 4, 5, 6, 7, 7 dənə qaldı. Ay Allah, yorulduq. Aha. Burada nə edirik? Burada da deyir ki, hansı cümlələr, aha, belə seçəcəyik. Hansı cümlələr məchul növə Mike came home. Hansı cümlələr məchul növə çevrilə bilmir? Mike came home very late at night. Home was come, evə gəlindi. Bu çevrilə bilməz. We picked flowers, bu çevrilir. Flowers were picked. The children made a snowman. A snowman was made. Jane seemed very excited. Bu da çevrilmir. Cavabımız 1, 4. D variantı. Burada da çevrilə bilməz. The plane landed. Tamamlıq yoxdur. Hara landed? Okay. Bu çevrilmir. Her dresses çevrilə bilər. Tamamlıq. Burada da 3-də də tamamlıq yoxdur. 1, 3. D variantı. Burada some facts tamamlıqdır. Burada cavab verəcəyik. İndiki sadə zamandır və bizim cavabımızda nə olacaq? Sadə zamanlar. Burada isə tam ümumiyyətcə şey yoxdur. Burada sadə zaman lazımdır. Burada uyğun gəlmir. D variantında uyğun gəlir. Burada 1000 artıqdır. Sonra her suitcases mübtəda olacaq. Keçmiş sadə zamanda mübtəda cəmdə olduğunu deyir. Were left. Her suitcases və yaxud da Jane's suitcases. Görürsünüz, Jane ilə veriblər. Jane's suitcases were left. Jane's suitcases were left. Okay. Sonra the company produces nice clothes daşı indiki sadə zamanda mübtəda cəmdə olduğuna görə are produced qaydalı fe'ldir. Nice clothes for women are produced diye variantı. Sonra gəlirik bura məchul növ such jackets are worn. Mübtədadan sonra to be üstə gəl fe'l isbəti ki, okay. Burada to be verib, ancaq burada xəbər yoxdur. Daşı xəbər var yəni fe'l yoxdur. Two clothes was on the table. To be'dən sonra fe'l yoxdur. To be və fe'l üçüncü formada 4. 1, 4, B variantı. Yenə də məchul növə baxırıq. Mübtədadan sonra to be fe'l üçüncü formada 1. Mübtədadan sonra to be amma fe'l yoxdur.
Aha, sual cümləsində to be var, hər ikisində var. Amma bizə nə lazımdır? Feilimiz üçüncü formada 3. Burada isə yoxdur. 1, 3, B variantı. Okay. Many natural medicines. Keçmiş zamanda, keçmiş sadə zaman, medicine cəmdə olduğuna görə were. Feilimiz də üçüncü. Many natural resources were found. Medicines daşı. Were found B variantı. Penicillin geçmiş sadə zamanda was discovered. Penicillin was discovered. Y variantı. Yenə də paracetamol was discovered. Geçmiş sadə zamanda paracetamol was discovered. Y variantı. He will collect the documents gələcək zamanda will be collected qaydalı feil. The documents will be collected. Y variantı. Aha. You burada cavabı verəcək. Cavabı sualı sənə verib cavab da aynen olmalıdır. Yes və yaxud da no. Keçmiş sadə zamanda da was, I was met və yaxud da I wasn't met. I wasn't met A variantı. Hansı çevrilə bilməz? Burada feil mübtəda tamamlıq yoxdur. Bir çevrilə bilməz. Bir. Qaydanı şərt həmişə oxuyaq. Burada tamamlıq yoxdur. 2 də çevrilmir. A good film tamamlıq var. Bu çevrilə bilər. Burada da çevrilə bilməz. 4. Some cheese tamamlıq var. 1, 2, 4 çevrilə bilmir A variantı. Burada isə deyir ki, çevrilə bilər. Şərti mütləq diqqətlə oxuyaq. 1 çevrilə bilməz. Tamamlıq yoxdur. A goal was scored. Tamamlıq var, çevrilə bilər. 2. It doesn't rain. Burada çevrilə bilməz. You will meet somebody, will be met. 4. 2, 4 C variantı. The bill keçmiş sadə zamanda was paid. The bill was paid. Görək. Buradan 1000 artıqdır. D variantı. Aha. Aha, burada 2 dənə tamamlıq var. Birincisi, bu da ikincisi. Baxa görək hansıdır. Bizə də nə lazımdır? Birincisi ilə olsa was-la, ikincisi də olsa was-la. İndi görək necə olacaq. Mübtədamız ya bu ola bilər, ya da bu ola bilər. İndi yes-lə və yaxud da no-lə. Burada elə bir şey yoxdur. Dedik ki, mübtədamız ya you olacaq, ya da the trip olacaq. C variantı uyğun gəlir. The trip wasn't. Görək D-də no mübtədamız. Amma burada trip yox, wasn't. Okay. Cavabımız nə oldu? C variantı. Aha. The house olacaq mübtədamız. Burada was. Why was the house built? Görək belə bir. Why was the house built? B variantı. Why was the house built? Burada artıqdır. Burada mübtəda ilə xəbərin yeri dəyişik düşür. B variantı. Bear. Bear. Why? Keçmiş sadə zamanda. Why was the bear attacked? Qaydalı feildir. Why was the bear attacked? B variantı. Who cleans these rooms? Who indiki sadə zamanda mübtədamız bu mübtədamız olanda cəmdədir və indiki sadə zamanda are olacaq. Why? Who are these rooms cleaned by? Who are these rooms cleaned by? Cavabımız A variantı. Yenə də eyni tipli cümlə. Bu tələbələrə kim dərs keçir? Bu indi deyəcək, bu tələbələrə dərs kim keçilir? Necə deyək ay Allah? Kim tərəfindən keçilir? By olacaq. Cümlənin sonunda görürsünüz, by var. By olacaq kim tərəfindən. Who indiki sadə zamandadır. Mübtədamız, yəni bizim məchul növdə düzəltdiyimiz mübtəda cəmdədir və ona görə də are olacaq. Who are these students? Feil üçüncü formada taught by. Who are these students taught by? C variantı.
Passive voice yine seçin. Burada fe'l yoxdur, getdi. Burada fe'l yoxdur, getdi. To be'dən sonra fe'l üçüncü forma var. To be'dən sonra üçüncü formada fe'l var. 3-4 A variantı. To be'dən sonra fe'l yoxdur, getdi. To be'dən sonra fe'l üçüncü forma var. To be'dən sonra fe'l üçüncü formada var. 2-3. To be'dən sonra fe'l üçüncü forma yoxdur. 2-3 cavabımız Y variantı. Ay yoruldum. Görək bu tərəflərdə. İnşallah bəzən də belə tərsini eləyirəm. Gəlin burada tərsinədən baxaq. Düzgün passive voice seçirik. Passive voice. Mübtəda, to be və fe'l. Üçüncü forma. Bir də var. Mübtəda, to be, amma burada yoxdur. Fe'l yoxdur. Ona görə getdi. Mübtəda to be, sonra da fe'l yoxdur. Mübtədadan sonra to be və fe'l üçüncü forma var. 1-4 cavabımız D variantı. Did she refuse your offer? Məchul növlə cavab verəcək. Məchul növdə cavab verəsək, yes no cavabı ilə your offer olacaq bizim mübtədamız. Və keçmiş sadə zamanda was. Burada da cavab verən adam deyəcək my offer, your olacaq my. Yes, my offer was refused. No, my offer wasn't refused. Cavabımız D variantı. Okay. My offer olmalıdır bizim mübtədamız. Bax, onu axtarırıq. Qalanlarında yoxdur. Sonra did he score a goal? A goal bizim olacaq. Yes, yes. Və keçmiş sadə zamanda ya deyəcək yes, a goal was scored və yaxud da no, a goal wasn't scored. Görək. Burada mübtədamız dedik ki, yes, a goal was scored. Yes, C. A goal burada I scored diyor, I scored diyor. Okay. Oy. Burada did they take care of you? Burada deyir, sənə qayğıma qaldılar mı? Cavabda deyəcək, bəli, mən qayğıma qalırlar. İndiki sadə zamanda. Cavab olacaq yes. Mübtəda olacaq I. Yes, I am taking care of. Yes, no, I am not taking care of. Belə olacaq. Cavabımız Y variantı. Burada da dəyişə bilməyəcək. Burada tamamlıq var, dəyişə biləcək. Bu getdi. Burada tamamlıq yoxdur. 2 dəyişə bilməz. Burada da tamamlıq yoxdur. 3. New word burada var. 2, 3 dəyişə bilməz. D variantı. Burada isə hansı dəyişə bilər? Birincisi dəyişə bilməz, tamamlığı yoxdur. Some signatures dəyişə bilər. Burada da yoxdur, dəyişə bilməz. Burada da Mr. Black tamamlıqdır, dəyişə bilər. 2, 4 A variantı. Burada dəyişə biləni axtarır. Birincisi dəyişə bilməz, getdi. Tamamlıq yoxdur. Burada da dəyişə bilməz. Uşaqlar, I'm sorry. Birincidə dəyişə bilir. Application form dəyişə bilir. Bir düzdür. İkincisində yoxdur. Üçüncüsündə də yoxdur. Burada da var. 1, 4 dəyişə bilir. A variantı. Burada da dəyişə bilən, burada tamamlıq yoxdur. Bizə dəyişə bilən istəyir, bu yox. Oy. 3'də var, 4'də yoxdur. For parties are prepared deyə bilərik. What are prepared for parties deyə bilərik də. 2, 3. Burada amma dəyişə bilən yoxdur. 2, 3 deyə variantı.
In the hall was waiting. Burada yoxdur. Burada da yoxdur. Aha, 1, 2 hansı dəyişə bilməyən. Different marketing strategies ola bilər. The hammer. 1, 2-də dəyişə bilməyən istəyir bizdə. 1, 2. Burada da dəyişə bilməyən, diqqətli olaq. 1 dəyişə bilmir. 2 dəyişə bilmir, çünki tamamlıq yoxdur. 0 burada var. Burada da var. 1, 2 dəyişə bilmir B variantı. Burada da dəyişə bilməyən istəyir. Cannot. 1-də dəyişə bilən tamamlıq yoxdur. Burada da tamamlıq yoxdur. 1, 2 dəyişə bilmir. The job tamamlıqdır. Enoch tamamlıqdır. 1, 2 dəyişə bilir. Dəyişə bilmir. Yenə də dəyişə bilməyən tamamlıq yoxdur. Görürük. Burada da tamamlıq var. 2-dən nests. Burada da var. Burada isə tamamlıq yoxdur. 1, 4 dəyişə bilmir. Burada dəyişə bilən axtarır. Birdə də tamamlıq yoxdur, getdi. Burada da yoxdur. Getdi. Some mistakes her had. 3, 4 dəyişə bilir A variantı. Burada baxıraq. Aha. A present to each of the participants. Burada uşaqlar 2 dənə tamamlığımız var. Each of the participants və yaxud da 1, 2. Və keçmiş zamanda, keçmiş sadə zamanda birinci mübtədamız təkdə olduğuna görə vozla olacaq. İkincisi mübtədamıza əgər hazır eləyiblərsə, each of the participants. Hər biri. Was each. Burada da each ofdan əvvəlki ilə uzlaşır, was olacaq. Ya deyəcəyik, was a present given, fe'limiz given, was a present given və yaxud da was each of the participants given. Baxaq görək, was a present given to each, was a present D variantı uyğun gəlir. A variantında nədir problem? Burada 1000 artıqdır. B variantında dedik cümlə were ilə başlamayacaq, did ilə başlaya bilməz. Y variantında problem nədir? 1000. Okay. Sonra these chocolate sweets. Burada cəmdədir uşaqlar. Görürük, mübtəda cəmdədir. Burada nə olacaq? Keçmiş sadə zaman olduğuna görə who were these chocolate sweets bought? Görək belə bir var. Who were these? 1000 artıqdır. Who were these sweets bought by? C variantı. Kim tərəfindən? Burada isə mübtədə ilə xəbər burada olmalıydı. Who were bought. Burada da yenə də böyle olmalıydı. C variantı. Deyir ki, məchul növdəki cümlələri burada xəbər yoxdur. Birincisi getdi. Mübtədadan sonra xəbər to be üstə gəlir. Fe'l 3 for 2. Burada da to be'dən sonra xəbər verməyib, fe'l verməyib. To be'dən sonra fe'l verib. 4, 2, 4 A variantı. Deyir, məchul növdə olan cümləni seçin. Dedim mübtədadan sonra to be olmalıdır. To be'dən sonra da fe'l 3-cü forma. Birincidə yoxdur. Mübtəda, to be və fe'l 3-cü forma 2-də var. Burada yoxdur. Mübtəda, to be 3-cü forma. 4. 2, 4. Ne variantı? Yenə də to be'dən sonra fe'l 3-cü forma yoxdur. To be'dən sonra fe'l 3-cü forma var. To be'dən sonra fe'l 3-cü forma var. Burada isə to be'dən sonra fe'l 3-cü forma yoxdur. 2, 3 A variantı. Burada dəyişə bilməyəni axtarırıq. Roles dəyişə bilər. Tamamlıq var. Chicago has been moved.
was moved. I'm really annoyed. Burada annoyed. We stayed in it for many. Uşaqlar. Hə də, yəni burada 2 ilə 4-də yoxdur da, getmir. Burada ola bilər. Hə də, elə bildim 1-də səhv getmişəm. Hə, 1 ilə 3 olmur, 2 ilə 4. C variantı. Hansı dəyişə bilməz? Burada yoxdur, bu dəyişə bilməz 1. Nick tamamlıq var, getdi. We have history. History. Burada da yoxdur. Is home for. 4'te de yoktu. Flower. 1, 3, 4. C variantı. To be encouraged. Aslında Jack smiled for me to be encouraged. Belə deyə bilərik. Görək necə ola. Have they sold their. Burada tamamlıq var. 2 ola bilər. That kicks the turkey on the turkey 2-4. Hələ ki bu çətin formaları, yəni infinitive məsdərin passivdə verilməsini elə siz keçməmisiniz uşaqlar, yəqin ki keçməsi 2-4 D variantı bu böyüklərə aiddir. Yəni hansı çevrilə bilər? Tamamlıq olanları çeviririk. Burada hansı çevrilə bilər? Burada tamamlıq yoxdur. Getdi. Yoxdur. The painting my clothes. 3-4. Cavabımız Y variantı. Dəyişə bilər. Yenə də onu seçdi. Put out the forest fire. Söndürüldü. I take extra water. Var. 1-2 dəyişə bilər. Burada dəyişmir. Burada da dəyişmir. 1-2. Y variantı. Burada hansı nobody made a search for the information. Aha. Müftədamız. A search for the information on statistics. Müftədamız. Keçmiş sadə zamandı. Olacaq was və inkardadır. Ona görə də wasn't made. A search for the information wasn't bin artıqdır. Wasn't made B variantı düzdür. Burada nədir? Burada isn't. Burada nədir? Wasn't made by nobody. 2 dənə inkar cümlədə olmaz. Was made a search. Burada isə cümləmizi inkarda verməliyik. Çünki nobody var. Wasn't made B variantı. Sonra gəlirik bura. Tərs nədən gəlirik? Hə, okey. Sonra gəlirik bura uşaqlar. 3 səhifəmiz qalıb. Will the break be baked at last? Bir də var. Mübtəda to be feilin 3-cü forması. To be'dən sonra feil gəlməyib, getdi. To be'dən sonra, mübtədadan sonra to be'li feil gəlib, 3 var. To be amma feil yoxdur, getdi. 1, 3. Sonra to be'dən sonra feil gəlməyib, getdi. To be'dən sonra feil gəlib, okey, 2 var. To be'dən sonra feil 3-cü forma var. Burada isə to be'dən sonra feil yoxdur. 2, 3. C variantı. Yenə də to be'dən sonra feil 3-cü forma, okey, 1. To be'dən sonra feil 3-cü forma deyil. To be'dən sonra feil 3-cü forma, okey. Burada isə to be'dən sonra feil gəlməyib. 1, 3, C variantı. To be feil yoxdur. To be var. Və feil 3-cü forma var. To be feil 3-cü forma var. To be var, amma feil yoxdur. 2, 3. 2, 3. Y variantı. Aşağıdakı with a steak.
A circle cümləmiz olacaq. Keçmiş sadə zaman was drawn. A circle was drawn. A circle was drawn Y variantı. Yenə də məchul növdə cümlə axtarırıq. To be fe'lin 3-cü forması 1 var. Burada isə yoxdur. To be fe'lin 3-cü forması dərhal yəni olmalıdır da. Burada isə əlavə mübtəda veriblər. To be fe'lin 3-cü forması okey 4. 1, 4 B variantı. Keçmiş sadə zamandır, mübtədamız bu olacaq. Keçmiş sadə zamandırsa, mübtədamız da cəmdədirsə, who were the invitations sent by? Who were sent by yesterday? A variantı düzdür. Who met you at the airport? Aha, mübtədamız who, yenə mübtədamız bu olacaq. Who, keçmiş sadə zamanda were you met by? Who were you met by? Who were you met? Və yaxud da by whom-la da ola bilər. Who were you met by at the Y variantı. By whom you were you. Burada were burada olmalıydı da. By whom were you met? Okay. Aha. Yenə də məchul növ axtarırıq. Məchul növdə was the offer for this urgent? Fe'limiz görürük ki, yoxdur. Was the offer made by the manager? Was və fe'l 3-cü forma 2-də var. Burada fe'l gəlməyib. Burada sifətdir. Burada isə fe'l, to be və fe'lin 3-cü forması 2, 4 C variantı. Yenə də məchul növdə were fe'lin 3-cü forması yoxdur. Were var, amma fe'lin 3-cü forması da var 2. Fe'l yoxdur, sifət gəlib. Made fe'l var. 2, 4 cavabımız Y variantı. Sonra yenə də biz to be fe'lin 3-cü forması okey. To be fe'lin 3-cü forması yoxdur. To be fe'lin 3-cü forması yoxdur. To be var. Fe'lin 3-cü forması da var. 1, 4 B variantı. Sonra gəlirik aşağıdakı cümlənin məchul növünə. The documents olacaq. Keçmiş sadə zaman, documents mübtəda, keçmiş sadə zamanda mübtəda cəmdə olduğuna görə were. Who were the documents stolen? Who were the documents? Burada bin artırdı. Stolen by. Aha, C var idi. Who are, bunlar ardı. Burada isə köməkçi fe'l mütləq mübtədadan öncə gəlməlidir sual cümləsində. Ona görə səhvdir. Məchul növdəkini axtarırıq. To be fe'lin 3-cü forması var. To be var, amma fe'lin 3-cü forması yoxdur. To be var, fe'lin 3-cü forması da var. To be var, fe'lin 3-cü forması yoxdur. 1, 3 Y variantı. Yenə məchul növ. To be fe'lin 3-cü forması 1-də var. To be və mübtədadan sonra fe'l gəlməli idi da. Bu başqa mübtəda yox. To be fe'lin 3-cü forması 3. To be var fe'lin, amma burada mübtəda gəlib də fe'l dərhal gəlməli idi ki, biz o məchul deyə 1, 3 C variantı. Məchul növ to be fe'lin 3-cü forması okey, 1-də var. Burada to be var, amma fe'lin 3-cü forması yoxdur. To be fe'lin 3-cü forması var. To be var. Burada isə başqa bir dənə mübtəda eləyiblər. Əgər məchul növdə mübtəda bu olur. 2 dənə mübtəda yoxsa şey varsa, deməli biri tamamlıqda, biri mübtəda. Yəni uyğun gəlmir. 1, 3 Y variantı. Və burada to be fe'lin 3-cü forması 1. To be, amma fe'lin 3-cü forması yoxdur. To be fe'lin 3-cü forması 3. Burada isə yoxdur. 1, 3 A variantı. Görürsünüz, heç cümləni oxumağa ehtiyacı yoxdur.
To be feilin üçüncü forması, okey. To be var, feilin üçüncü forması görə yoxdur. To be var və feilin üçüncü forması var. Burada isə yoxdur. 1, 3, C variantı. Cümlələr görürsünüz, oxumuram aşağılar. Yəni, bəzi şeyləri bilsək, özümüzə vaxt qazanırıq da. Yəni, buna görə də qəşəng öyrənməliyik. Hər şeyi, öyrəndiyimiz hər şeyi qəşəng öyrənməliyik ki, bunu özümüzə yaxşılıq kimi düşünək. Yenə də to be feil yox. Burada feil gəlməyib. Görürsünüz, əlavə mübtəda verir. Bu getdi. Aha, to be üstəgəl üçüncü forma 2-də var. To be üstəgəl üçüncü forma mübtəda var. Burada isə əlavə mübtəda veriblər, yox. Deməli 2, 3 cavabımız C variantı. Aha, the design of the modern skyscraper, the expert. Aha. İkidən mübtəda, ikidən tamamlığımız var. Amma birincisi ilə veriblər. Görürük ki, hamısı birincisi iləndir. Və keçmiş sadə zamandadır uşaqlar. Düzdür? Keçmiş sadə zamanda olduğuna görə də bu mübtədamız design təkdədir, görürük. Ona görə də the design was shown. The design was, burada bin artıqdır, was shown to the architect. Aha. Burada nədir? Has been made. Yox. Was. Aha. Burada uşaqlar C variantında expert, to the expert. Bu hissəni dəyişmirik də, bu hissə olduğu kimi. To the expert. Y variantıdır, C variantı deyil. Görürsünüz, iki dənə oxşar cümlədir. Burada diqqətli olaq. Kimə göstərilib? To the expert. Okay, burada diqqətli oluruq. Y variantıdır. Sonra baxırıq bura. Məchul növdə. To be üstəgə feilin üçüncü forması. Okay. Burada to be üstəgəl feilin üçüncü forması yoxdur. To be üstəgəl feilin üçüncü forması var. Yana. Uşaqlar, deməli bu üçüncü cümlədə səhv var. Burada to be which are olmalıydı. Çünki izlə verilib. Mübtədamız isə təkdədir. Ona görə də are olmalıydı. 3 ona görə səhvdir. Okay. Və burada are to be üstəgəl feilin üçüncü forması 4. 1, 4, C variantı. Ondan sonra to be üstəgəl üçüncü forma 1. Burada volun heç getdi, yundu. Yəni R 3. 1, 4 A variantı. To be üstəgəl feilin üçüncü forması 1. To be'dən sonra feil gəlməyib. To be'dən sonra gəlib 3. To be'dən sonra gəlməyib. 1, 3 B variantı. Yenə məchul növə axtarırıq. To be üstəgəl feilin üçüncü forması düz. To be üstəgəl feilin üçüncü forması deyil. Burada başqa şey gəlib. To be üstəgəl. Yəni burada başqa şey gəlib. To be üstəgəl şey gəlib, feil gəlib. 1, 4 C variantı. Aha. Son bir səhifə uşaqlar. Son bir səhifə. Aha, baxaq. To be üstəgəl feilin üçüncü forması 1. To be üstəgəl, burada feil yoxdur. Burada da feil yoxdur. To be üstəgəl feilin üçüncü forması 1, 4, B variantı. Bu cür testlər asandır. Yəni belə to be üstəgəl feilin üçüncü forması 1. To be üstəgəl feil yoxdur. To be üstəgəl feilin üçüncü forması var. To be üstəgəl burada feil deyil, isfətdir. 1, 3, D variantı. Yenə də biz məchul növə axtarırıq. To be üstəgəl feilin üçüncü forması
To be istəyən feilin üçüncü forması. To be istəyən feil yoxdur. To be var, zeyr ifadəsidir. Aha, burada heç. 1, 2, A variantı. To be istəyən feilin üçüncü forması 1. To be istəyən feilin üçüncü forması 1 var. To be'dən sonra feil gəlməyib. To be'dən sonra görürük ki, feil gəlməyib, başqa şey gəlir. 1, 2, A variantı. Yenə də məhçulunu axtarırıq. To be istəyən feilin üçüncü forması var. Burada bu yoxdur. Burada da sifətdir. Burada da var. 1, 4, A variantı. To be feilin üçüncü forması. Okey. To be feil yoxdur. To be feil yoxdur. To be feil var. 1, 4, B variantı. Bunu cümləyə çevirək. Z flowers keçmiş sadə zaman mübtəda bu olacaq. Who were mübtədamız cəmdə olduğuna görə who were the flowers ordered by. Görək. Who were the flowers ordered by C variantı. Who mended this? Who were keçmiş sadə zaman cəmdə olduğuna görə were. Who were these shoes mended by? Mended by mütləq kim tərəfindən? Who were və yaxud da by whom da ola bilər. Uşaqlar by whom. Görək hansı forma var. Who were these shoes mended by Y variantı. Last year. The contract keçmiş sadə zaman was. The company, what companies was the contract signed? What companies was the contract signed by? What companies was the contract signed by last year? D variantı. The poor. Who? The poor uşaqlar cəmdə olan isimdir. Yəni who indiki sadə zamandadır. Ona görə də are. Who are the poor helped by? Who are the poor helped by? C variantı. Məchul növdə cümlə axtarırıq. To be üstəgəl feilin üçüncü forması 1. For people 4 nəfərdir, amma burada təkdə verib. Were olsaydı okey. Təkdə olduğuna görə bu getdi. Aha, burada da yoxdur. Burada isə are shown. Feilin üçüncü forması 4. 1, 4, A variantı. Is cover. Feilin üçüncü forması. Burada yoxdur uşaqlar. Are performed var. Burada da yoxdur. 1, 3, B variantı. Tüvdən sonra feil gəlməyib. Tüvdən sonra feil gəlib. 2-də var. Burada da tüvdən sonra heç nə görmür. Tüvdən sonra feil var. 1, 2, 4 da A variantı. Və sonuncu cümləmiz. To be və feil. 1, feilin üçüncü forması. Burada yoxdur. To be və feil var. 1, 3. Burada da yoxdur. 1, 3, B variantı. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun. Sağ olun.